cəmaat nə deyəcək? Onu unut. Cəmaatın çox veci nədir? Sən ölünü necə bastırdın, toyunu necə elədin, yaxud da ki, kimin qızını aldın, kimə ərə getdin, hansı ölkə getdin, hansı millətə ərə getdin, onun fərqi yoxdur. Əsas odur xoşbəxtçilik. Sevginin dili, dini, milləti olmur. Sevgi azaddır. Bax, cəmaat nə deyəcək? Mənim qızım, məsələn, Türkiyə, ya İrana, ya nə bilim, bir Amerikanlıya, ya bir Afrikalıya ərə getdi. Cəmaat nə deyəcək, nə də? Cəmaat, maşallah, bəziləri xoşbəxt yaşayır, başını salıb, işinlə, gücünlə məşğuldur. Sən də xoşbəxt ol. Biz bəzən öz məsələlərimizlə məşğul olmuruq, kiminsə məsələsinlə məşğul oluruq deyən bizim bəzilərimiz kasıbıq. İnan Allaha, düzünü deyəcəm, buradan izləyicilərimdən üzr istəyirəm, analardan, bacılardan, atalardan. Bəzi insanlar var ki, 50-55 yaşında, 60 yaşında qadın və kişilər müğənnilərin həyatını həll eləmək istəyir. Filan müğənniyə bax, bu nədir geyinir, bu nədir danışır, bunun maşınına bax. Özündən məşğul ol, bir yaxın qəbirsanlıqadır, sən durub filan müğənni, nə bilim, niyə burası belə elədi, niyə belə geyindi, niyə belə oxudu, filan müğənnidən qalmaqal elədi. Bu şoudur, proqramdır, insanları cəlb eləmək üçün, insanlar ora baxmaq üçün. Təbii ki, iki müğənni bir-birindən danışır ki, məsələ, belə deyəcəm, sən mənə belə denə, sabah bizi toya çağırsınlar. Onlar xoşbəxt həyatını yaşayır. Başa söz nə demək istəyirəm? Öz işinlə məşğul ol, ona görə davlə ilə qalxır, ay sənə qurban olum anam, ona görə şəkərin qalxır, ay atam, ay uşaq, get dərsini oxu, get kitab oxu, get ingilis dilini, fransız dilini, nemes dilini öyrən, sabah dünyanı gəz, ancaq yeyirik, yatırıq, rax yaxşısından. Üzr istəyirəm, sabah da deyirik, ay, buram ağrıdı, oram ağrıdı, pulum yoxdur, mənim niyə evim yox, mənim niyə maşınım yox. Sən çünki bu qısa ömürlü dünyada sən özünə vaxt ayırmadın normal. Sən vaxtını ayırdın gic-gic insanlara. Sənə lazımdır kim necə yaşayır, harada yaşayır. Öz işinlə məşğul ol. Bax, cəmaat nə deyəcək? Qonşu nə deyəcək, qohum nə deyəcək? Sözünün altında bəzilərimiz kasıbıq.